Bir gün tanınmış abid Yusif İbn Hüseyn moizə eləyirdi. Günahkarlığı ilə tanınan Əbdülvahid İbn Zeyd də məclisdə iştirak edirdi. Yusif dedi ki, Allah Teala günahkarları özünə tərəf elə çağırır ki, sanki onlara ehtiyacı var. Əbdülvahid bu sözlərdən təsirlənir, yerindən dik qalxır, üz tutur qəbirstanlığa doğru. Gəlir qəbirstanlıqda başlayır ağlamağa. Yusif yatanda gecə buna deyirlər ki, get o günahkar cavanı tap. Yusif İbn Hüseyn 3 gün axtarır, gəlir. 3-cü gün o günahkar cavanı qəbirstanlıqda tapır. Əbdülvahid buna baxır, deyir ki, 3 gündür səni yollayıblar, indi gəlirsən. Bunu deyəndən sonra dünyasını dəyişir. Həqiqətən Allah Taala'nın çirkinliyimizi örtməsi böyük nimətdir. Biz gündə nə qədər günahlar edirik, amma Allah bizim abrımızın aradan getməyini istəmir. O günahlarımızın üstünü pərdələyir. O günahlarımızı heç kəsin yanında açmır, bizi rüsvay eləmir. Hz. Musa əleyhissalam Allaha deyir ki, ilahi, çox ehtiyaclıyam, amma mənim elə bir şeyim var ki, o sənin sonsuz xəzinəndə yoxdur. Nida gəlir ki, ey Musa, o nədir? Musa Peyğəmbər deyir ki, ilahi, mənim sənin kimi Allahım var. Bəli, əzizlər, Allah səttar uyubdur, eyibləri örtəndir. Çalışaq, biz də eyiblərimizi örtək, başqalarının eyiblərini örtək. Qoymayaq ki, kimlərinsə eyibləri aşkara çıxsın. Bizlər zaten günahkarıq. İnsanlar zaten günahkardırlar, məsum deyirlər. Bizlər də çalışaq o insanların günahlarının üstünü örtək.